نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz müsəlmanlar, değerli qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, muizəsidir, xatırlamasıdır. Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Abdullah ibn Ömer radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nadir hallarda olardı ki, hansısa bir məclisdən qalxanda bu duaları eləməsin. Bu dua ilə səhabələri üçün dua etməsin. Allahumma qsim lana min xəşyətikə mə yəhulu beynənə və beynə məasik. Allahım, öz qorxundan bizə elə bir pay ver ki, bizimlə sənə asi olmaq arasında mani olsun. وَمِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ. İtaətindən elə bir pay ver ki, bizi cənnətinə çatdırsın. وَمِنَ الْيَقِينِ مَا تَحُونُ بِهِ عَلَيْنَا مَصَائِبَ الدُّنْيَا. Elə bir yəqinlik, yəni qəti iman ver ki, dünya müsibətləri, dünya bəlaları bizə asan gəlsin. وَمَتِّعْنَا بِأَسْمَعِنَا وَأَبْصَارِنَا وَقُوَّاتِنَا مَا أَحْيَيْتَنَا. Nə qədər ki həyatdayıq, gözümüzü, qulağımızı, qüvvətimizi bizim üçün faydalı et. وَجْعَلْهُ الْوَارِثَ مِنَّا. Onu bizim üçün miras et. Yəni ölənə qədər faydalanaq ondan. وَجْعَلْ ثَعْرَنَا عَلَى مَنْ ظَلَمَنَا. Bizə zülm edəndən bizim haqqımızı al, intiqamımızı al. وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَا. Bizə düşmən olana qarşı bizə kömək ol. وَلَا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا. Müsibətimizi dinimizdə etmə. وَلَا تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا. Dünyanı bizim üçün böyük dərd etmə. وَلَا مَبْلَغْ عِلْمِنَا. Elmimizin son həddi etmə. وَلَا تُسَلِّتْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُنَا. Bizə rəhm etməyənləri üzərimizə hakim etmə. Və dünya və onda olan qayğı, kədər, dərd saysan qurtarmaz. Nə qədər çoxdur, hərə bir dərd çəkir. Hərə bir şeyin qəmini edir, kədərini edir. Biri malının, biri pulunun, biri ruzisini dərd edib, biri vəzifəsini dərd edib, biri şərəfi, şöhrəti, şanı dərd edib, biri həyat yoldaşını dərd edib, biri övladlarını, digəri tədrisini, naməlum gələcəyini dərd edən var, bilinməyən gələcəyini dərd edən var. Və eləsi də dərd edir, əlində olmayan bir xoşbəxtçiliyi və ya itirdiyi xoşbəxtçiliyini, xəstəliyini dərd edən var, düşməni dərd edən var, dostu dərd edən var. Nə qədər dərd var, hansı ki dedik ki, saysaq, sayıb qurtara bilmərik. Bütün bu dərdlər, bu kədərlər həyatına hakim olub və səbəb olub bədbəxtçiliyi üçün, səbəb olub xoşbəxtliyini itirmək üçün, səbəb olub sıxıntılı həyat yaşamaq üçün. Bilmir necə mübarizə aparsın, necə düzətsin halını, bilmir necə azatsın,
necə onun təsirindən çıxsın? Bütün hamısı baxmayaraq dünyavi kədərdir. Dünyadan olan dərddir. Heç bir dəfə özünə sual verib ki, bu dərdlə yanaşı heç axirət dərdi çəkib? Axirət üçün dərd edib, bu qədər dərdin içərisində axirət dərdinin payı nədir? Baxmayaraq axirət dərdi bütün bu dərdləri aparandır. Bütün bu kədərləri aparandır, qəlbə rahatlıq gətirəndir, Rəbbin razılığını qazanmaqdır. Mən kənət həmmuhu l-əxirə. Cəməəllahu şəmlə. Kimin dərdi, kədəri axirət olarsa, Allah Teala onun işini cəm edər. Və cəalə ğinahu fi qalbih. Onun varlığını qəlbində edər. Və ətəttud dünya və hiyə rağimə. Ona dünya o istəmədən gələr. Və mən kənət niyyətuhu dünya fərrəqallahu aleyhə deyətə. Və kimin niyyəti, yəni dərdi, kədəri dünya olarsa, Allah Teala onun işini pərən-pərən edər. Və cəalə fəqrahu beynə ayni. Kasıblığını göz önündə edər. Evi xəzinə ilə dolu olsa da, hara baxsa kasıblıq görər. Qəlbi kasıbdır deyə وَلَمْ يَأْتِ مِنَ الدُّنْيَا إِلَّا مَا كُتِبَ لَهُ. Ona dünyadan nə yazılıbsa ancaq o gələr. Ona görə İslam dini fikir verib bunların hamısına. Çünki həqiqətlər dinidir. Və dammır həqiqəti, əmr edəndə axirəti zikr etməyi, əmr edəndə axirət və onda olanı dərd etməyi, xatırlamağı qafil olmayıb ki, insanlar bu dünyada yaşamalıdırlar, çalışmalıdırlar, əməl etməlidirlər. Bu dünyadakı həyatları üçün ehtiyacları var. Bu dünyanın kədərini çəkəcəklər, dərdini çəkəcəklər. Və dünyada kədərin, dərdin olmağı şübhə yoxdur onda. Dünya çətinlik dünyasıdır. Dünyada məşəqqət var. Və əmr olunub bizə yaşayaq onda. Çalışaq, işləyək, dünyadan payımızı unutmayaq. Ona görə fikir versə, İslam məzəmmət edəndə dünyanı, onda onanı, dünyanı dərd etməyi nə üçün məzəmmət edib? Ona görə məzəmmət edib ki, insan dünyaya alidə olub axirəti unudur. Dünyanı dərd edib axirət dərdini yadından çıxarır. Unudur Rəbbini, itayətini, unudur elçinin əmrlərini, qadağalarını. Nə üçün risalə gəlib? Nə üçün peyğəmbərlər göndərilib? Unudur onun. Unudur bu risaləni təbliğ etməyi, bu xeyri insanlara çatdırmağı, yaxşılığı əmr edib pislikdən çəkindirməyi, unudur o fəzilətləri, hansı ki, əmr olunub ona ki, fəzilətlərə çağırsın, rəzilətlərə yox. Ona görə fikir versək Peyğəmbərə, səhabələrinə, onlar bu dində gələn bu nəsihəti belə başa düşüblər. Axirət dərdi çəkmək, dünya dərdi çəkməmək məfhumunu belə başa düşüblər. Əksinə tərk eləməyiblər dünyanı. Tərk-i dünya olmayıblar, necə ki, bəlkə zəlalət firqələr kimi. Baxmayaraq iddiadır o. Əslində yoxdur heç onlarda da. Əməl ediblər bu dünyada. Kasıbları da olub, varlıları da olub, əmirləri də olub, rəhbərləri də olub, rəyyəti də olub, alimləri olub, tacirləri olub, əkinçiləri olub, fəhlələri olub. Hər kəs öz işinə görə əməl edib. Tərcümə edən tərcüməsi ilə məşğul olub. Bəziləri işi Nəsrani dilini, Yahudi dilini öyrənmək olub. Tərcümə edib müsəlmanlar üçün. Dövlət qurublar. Mədəniyyət üzə çıxarıblar dünya üçün. Əzəmətli bir mədəniyyət. Lakin bu ilə yanaşı dünya böyük dərd olmayıb onlar üçün. Əksinə axirət böyük dərd olub. Və axirət dərdi məşğul etməyib onları. O vəzifə, o mal, o qəsrlər, o saraylar, o evlər axirətdən onları məşğul etməyib. Ömər ibn Əbdüləziz, necə tanıyırsınız, Raşidi xəlifələrdən sayılır. Və ya bəzi alimlər Raşidi xəlifələrdən sayılır. Xilafəti dövrünə baxsan, görərsən ki,
toxunmuyub. O qədər mal, mülk olub onda, heç nəyə. Baxmayaraq mülkü 3 qitəni əhatə edib. Şərqdə Çindən başlayıb, qərbdə Fransanın sərhədlərinə kimi. Bu ilə yanaşı nəql olub ki, üzündə 2 xət var idi ağlamaqdan. Axirət üçün ağlamaqdan, axirəti fikir etdiyindən. Və həyat yoldaşı bir dəfə onu ilə oturanda vurur həyat yoldaşının əlinə. Deyir ki, sənin üçün nələr edəcəm. Halbuki yoxsul idi artıq, heç nə yox idi. Deyir ki, ona sən vaxtında nələr edə bilərdin. Nə deyir ona? Deyir ki, mən utandım Rəbbimdən. Allahdan utandım. Yəni, nəsə xəzinədən götürməyə, maldan götürməyə. Ona görə ölüm ayağında olanda övladları yanında olur. Və həmçinin Məsləmə ibn Abdülməlik də yanında olur. Deyir ki, övladlarına mən sizin üçün çox xeyir tərk eləmişəm. Halbuki tərk elədiyi mal-mülk deyildi. Deyir ki, sizin üçün çox xeyir tərk eləmişəm. Elə bir müsəlman, elə bir zimmi, yəni kafir hansı ki, müsəlmanların əminamanlığında yaşayır. Müsəlmanlar onu himayəyə götürüb. Elə bir müsəlman, elə bir zimmi yoxdur ki, onların yanından keçəndə sizin onlar üzərində olan haqqını tanımasın. Yəni, elə baxmışam ki, onlara hamısı bilir ki, haqqımız var onlar üzərində. Mən 2 şeyi seçim elədim. Ya sizi varlandırıb oda girəcəkdim, ya sizi kasıb bıraxıb cənnətə girəcəkdim. Mənə sevimli olan sizi kasıb olmağı seçdim. Durun yanımdan, Allah sizi qorusun, Allah sizə ruzi versin. Durun, qalxın yanımdan. Mən elə bir məxluqlar görürəm ki, onlar nə insandır, nə cin. Bəzi alimlər deyirlər ki, mələkləri görür. Deyir ki, məsələn, mənə qalxdıq və tərk etdik onu. Uzaqlaşdıq ondan və eşidirdik ki, oxuyurdu. Tilkət dərul əxirə nəcəluhə lilləzinə lə yuridunə uləvən fil ard və lə fəsəd və lə aqibətü lilmuttəqin. O, axirət diyarıdır. Onu yer üzərində təkəbbürlü və fəsad etməyənlər üçün etdik və gözəl aqibət də müttəqilərindir. Fədəxəlnə aleyhi fəidə huvmət. Daxil olduq, gördük ki, ölüb. Və bugün nəsə bir mal sahibi olan, nəsə dünyadan nəyəsə sahib olan, nəsə bir torpaq sahibi olan, vəzifə sahibi olan, nəsə çox bir davamçısı olan, övladı olan, nəfsi ona elə vəsvəsə edir ki, elə bilir ki, ondan təkəbbürlü insan yoxdur yer üzərində. Təkəbbürlü gəzir, ondan yuxarı insan yoxdur. Təkəbbürlənir, fəxr edir əlində olanla, zülm edir, həddi aşır, asidir Rəbbinə, gecə gündüz, lakin axirət dərdi yoxdur onda. Halbuki axirət dərdi salihlərin həyatı idi. Əksinə yarışırdılar bunda. Bir-birlərini ötməyə çalışırdı Osman ibn Affan radiyallahu anhu quraqlıq ilində o vaxt ki, müsəlmanlara ağır olur həmin il, aclıq ili olur. Ticarəti Şamdan gəlir, yəni karvanı Şamdan gəlir. 1000 dəvə üstü dolu yüklə, xurma ilə, kişmişlə, yağla Mədinənin bütün tacirləri toplanır ətrafına. Deyirlər ki, sənə 1 dirhəm, 2 dirhəm artıq verərik, sat onu bizə. Deyir ki, Osman radiyallahu anhu, لَقَدْ بِعْتُهَا أَكْثَرُ مِنْ هَذَا. Bu, mən bunu daha bahasına satmışam. Deyirlər ki, sənə 5 daha artırarıq. Deyir ki, Osman radiyallahu anhu, sizdən qeyriniz 10 verir mənə. Deyirlər ki, kimdir o? Bütün Mədinənin tacirləri buradadır. Deyir ki, Osman radiyallahu anhu, لَقَدْ بِعْتُهَا لِلّٰهِ. Onu Allah'a satmışam. O, müsəlmanların kasıbları üçündür. Əgər satsaydı, sizcə qazanc əldə eləməzdi. Axirəti seçməsəydi, necə ki, əksər tacirlərin etdiyi kimi etsəydi, böyük sərvət sahibi olmazdı. Lakin etmədi. Ne üçün? Çünki dünyanı dərd eləməmişdi. Necə ki, bəzi tacirlər edib.
nə bir kasıb, nə ehtiyaclı, nə müsəlman, nə zimmi maraqlı deyil onlar üçün. Ömər radiyallahu anhu, Faruq daxil olur Peyğəmbər sallallahu aleyhi və səlləmin otağına, görür ki, yatıb həsirin üzərində və həsir onun böyürlərini əzib. Deyir ki, ağlayır radiyallahu anhu. Deyir ki, ya Rasulallah, Kisra, Qeysər, onlar baxmayaraq küfr üzərindədirlər. Yatırlar ipəyin üzərində, atlasın üzərində, ən yumuşaq yataqların üzərində sən Allahın sevimlisi, cənnətin qapısı ilk açılan həsir üzərində yatırsan. Deyir ki, sallallahu aleyhi və səlləm ona, əfi şəkkin əntə yəbnə Xattab, sən şəkk edirsən ey Xattabın oğlu. Deyir ki, xeyr ey Allahın elçisi. Deyir ki, uləykə qovmun uccilət ləhum təyyibatuhum fi həyatid dünya. O qövm, onlar üçün yaxşılıqlar bu dünyada tezləşdirilib. Əmə tarda ən təkuna ləhumud dünya və lənəl əxirə. Məgər razı olmazsan ki, onlar üçün dünya olsun, bizim üçün axirət. Suheyb Rumi radiyallahu anh, o vaxt ki, Qureyş çatır ona hicrət etmək istəyəndə, deyir ki, ona gəlmisən Məkkəyə, kasıb, yoxsul, heç nəsiz, sənə sığınacaq verdik, səni varlı etdik. İndi bu malla hicrət etmək istəyirsən, qaçmaq istəyirsən, deyir ki, əgər o malı sizə qoysam, məni buraxarsınız. Deyirlər ki, bəli. Göstərir o malın yerini onlara və özü isə hicrət edir Allaha. Və deyir ki, yolda Allaha və elçisinə hicrət, bu dünyadan olan bu az bir oğuz malın dünya bərbəzəyinin qabağında nədir ki? Və Peyğəmbər sallallahu aleyhi və səlləm qarşılayır onu, deyir ki, Rabihəl beyyü Əbə Yəhyə. Əbu Yəhyənin ticarəti uğur qazanıb. Uğur qazanıb. Sonra Allah Teala nazil edir onun haqqda ayə. Və minən nəsi mən yəştəri nəfsəhu ibtiğa mərdatilləh. Vallahu raufun bil ibad. İnsanlardan elələri var ki, Allahın razılığına görə, razılığı müqabilində öz nəfslərini satın aldılar. Allah Teala bəndələrinə şəfqətlidir. Ona görə dünyadan nəsə itirmisənsə, təsəlli olsun sənə bu. Dünyadan nəsə gedibsə əlindən, bil ki, Allah yanında olan daha xeyirlidir, əbədidir. Dünya isə heç nədir Allah yanında. Dünya Allah yanında heç ağcı qanadına dəymir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyib. Ağcı qanadı qədər dəyəri yoxdur. Əgər nəsə dəyəri olsaydı, Allah Teala kafirə ondan su içirməzdi. Nə qədər kədəri olsa da müsəlmanın bu dünyada, nə qədər dərdi olsa da bil ki, o kədər yox olandır dünya kimi. O kədər gedəndir. Əgər müsəlman bilsə ki, dərdlə, bu dünyanın dərdi ilə, kədəri ilə məşğul olmaq, ona necə nəfsi xəstəliklər verir, ən azından sağlamlığını qorumaq üçün dayanardı. Tərk edərdi dünyanı. Amma bilsəydi ki, axirətə iman etmək, ona axirəti dərd etmək, Allahın qədəri ilə razılaşmaq nə qədər rahatlıq verir onun nəfsinə, nə qədər qəmi qüssəni aparır ondan, ona əməl edərdi. Və bilərdi ki, nə təqdir olunub o labid də olmalıdır. Ona görə nəfsinlə mübarizə apar, çox dərd etmə dünyanı, əksinə həyatından istifadə et. Davam et yaşamı, həyatından istifadə et. Nə qədər ki, ölüm gəlməyib, sağlamlığından istifadə et. Nə qədər ki, xəstəlik yoxdur. Cavanlığından istifadə et. Nə qədər ki, qocalıq yoxdur. Malından istifadə et. Nə qədər ki, kasıblanmamısan. Boş vaxtından istifadə et. Nə qədər ki, məşğul deyilsən. Həyat dəyişkəndir. Hər gün dəyişir həyat. Ona görə hər keçən gün, hər attığın addım səni yaxınlaşdırır qəbrə. Yaxınlaşdırır axirətə. O ömür hansı ki itirirsən dərd etməklə, o qayıtmayacaq. Və kədəri dərd etməyin sənin vaxtını aparır. Vaxtını öldürür. Bədənini tələf edir. Qocalığını tezləşdirir. Onu dərd etməkdənsə Allahın əmrlərini dərd et. Nə vaxt ona əməl edəcəksən,
nə vaxt qadağalarından çəkinəcəksən, dünyanı dərd etmək heç bir nəticə verməyəcək sənin üçün. Heç də dəyişməyəcək. Ona görə davam et həyatında, davam et. Nə vəzifən var, onu yerinə yetir. Vəzifən gözəldir. Axirət üçün xəlq olunmusan ki, əməl edəsən ona. Dünyadan payını unutma, yaşa dünyan üçün. Payını götür, yaşamın üçün. Faydalan işindən, əgər işin varsa, fayda ver nəfsivə, fayda ver başqalarına. Amma müsibətlər, kədərlər, o imtihanlar hansı ki var və olacaq da insanı əhatə edir. Onlar hamısı yox olur, bir istiğfar deməklə o kədər qalxır aradan. Allah Teala kədəri, o dərdi dağıdır ona sən yönəldiyində. Ona görə istiğfar, haqda gələn hədis zəif olsa da mənası səhiydir. Davamiyyətdə et istiğfarı ki, Allah Teala sənə hər çətinlikdən sonra çıxış yolu versin. Hər kədərdən sonra sənə xilas yolu göstərsin. Və sən gözləmədiyin yerdən ruzun gələcək. Bütün dərdivi bir dərdir. Ahirət dərdi. Deyib ki, sallallahu aleyhi və səlləm, mən cəələl humumü həmmən vahidə. Kim bütün dərdləri bir dərd edərsə, həmmül əxir, ahirət dərdi, kəfəhullahu həmməd dünya. Allah Teala dünya dərdindən onu azad eləyər. Dünya dərdindən kifayətləndirər onu. Ona görə dünyanı səbəb eləmə dərd üçün, səbəb eləmə ədavət üçün kimlənsə, səbəb eləmə mübahisə üçün, səbəb eləmə əlaqələrin kəsilməsi üçün, küsülməsi üçün. Dünya dedik ki, yox olandır, fanidir. Amma o qəlblər ki, Allahla doludur, o qəlbləri bu fani olanla rəzil etməyə dəyməz. Deyir ki, İbn Qayyim rahimehullah, qul sabahladığında və axşamladığında, əgər dərdi ancaq Allah olarsa, Allah Teala onun bütün ehtiyaclarını ödəyər. Və bütün dərdini onun əvəzinə daşıyar. Onun qəlbini boşaldar öz məhəbbəti üçün. Dilini boş edər öz zikri üçün. Əzalarını boş edər itayəti üçün. Yox, əgər qul səhər axşam dərdi, kədəri dünya edərsə, Allah Teala o dərdi, kədəri onun özünə yükləyər. O qəmi ona yükləyər. O bəlanı ona yükləyər. Onu öz nəfsinə həvalə edər. Öz məhəbbətindən onu məxluqun məhəbbəti ilə məşğul edər. Onun qəlbini xaliqin yox, məxluqun məhəbbəti ilə doldurar. Onun dilini xaliqin yox, məxluqun zikri ilə doldurar. Onun əzalarını xaliqin itayəti ilə yox, məxluqatın xidmətində edər. Hər bir çətinliyini onun üçün daha da çətinləşdirir, ağırlaşdırar. Vəhşi heyvanlar kimi çalışar, xidmət göstərər başqaları üçün. Körük kimi öz içini hava ilə doldurar, əzalarını hava ilə doldurar, lakin faydası dəmiri odadır. Ona görə də Allahın ubudiyyətindən uzaq olub dünyanı dərd edən, Allahın itayətindən uzaq olub məxluqun xidmətində duran, onu dərd edən, bil ki, belə etsən Allah Teala səni nəfsivə həvalə edəcək. Xaliqdən uzaqlaşsan, məxluqa möhtac olacaqsan. وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَانِ نُقَيِّدْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Kim Rəhmanın zikrindən uzaq olarsa, ona şeytanı yoldaş edər, ya onun yoldaşı olar. Ona görə çox az istiğfarı, qəlbini Rəbbinin zikri ilə həyata döndür. Rəbbin haqda gözəl zəndə ol. Peyğəmbərinin duası dilindən düşməsin. Allahumma la təcəlid dünya əkbərə həmminə və lə məbləğə ilminə. Allahım, dünyanı bizim üçün böyük dərd etmə, elmimizin son həddi etmə. Allahım, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Bizi eşidib faydalardan et. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və li səiril musliminə min kulli zəmb fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyə vəl-mursəlin nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innəllaha ya'muru bil-ədli vəl-ihsani və itə'i zil-qurbə və yənhə anil fəhşəi vəl-munkəri vəl-bəği. Ya'idukum la'allakum tədəkkərun və aqimussalam.